İşğaldan azad olunmuş torpaqlarımızda həyat yenidən canlanır. İnsanlar öz doğma yurdlarına qayıdır. Yeni iş imkanları yaranır. Ailələr gələcəyini qurur. Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi özünü məşğulluq proqramı isə bu dirçəlişin ən mühüm dayaqlarından biridir. Ümumilikdə indiyədək böyük qayıdış dövlət proqramı çərçivəsində 590 keçmiş məcburi köçkün özünə məşğulluq proqramına cəlb edilmişdir və onlardan 315 nəfəri kənd təsərrüfatı istiqaməti, 275 nəfər isə istehsal xidmət istiqaməti üzrə aktivlərlə təmin edilərək onlara fərdi təsərrüfatların yaradılması təmin edilmişdir. Hazırki dövrdə isə növbəti 30 keçmiş məcburi köçkünə də özünə məşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilir və onlardan 18 nəfəri kənd təsərrüfatı istiqaməti, 12 nəfər isə istehsal xidmət istiqaməti üzrə aktivlərlə təmin edilir. Bu dəfə Ağdam, Ağdərə, Füzuli və Kəlbəcərdə daha bir qrup sakin ailə bizneslərini qurmaq üçün dəstək alır. Onlara kiçik dərzi sexi, qadın gözəllik salonu, poliqrafiya xidmətləri və kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti üzrə lazımi aktivlər təmin olunub. Proqram iştirakçılara göstərilən dəstəyin onlar üçün böyük əhəmiyyət daşıdığını, illər sonra yurduna qayıdıb öz zəhməti ilə təsərrüfat yaratmaqdan qürur duyduqlarını bildirirlər. Sexdə işləmişim, məktəbli paltarlar tikirdik. İndi İşsizliklə əlaqədar olaraq müraciət elədim məşğulluğa. Avadanlıqla bizi təmin elədilər. Uzun müddətli bu yolu gözləyirdik. Sertifikatı aldıq. Təlimlərə qoşulduq, təlimləri keçdik. Bugünkü günə çox şükür sevinirik. Artıq sərbəst şəkildə özümüz şəxsi biznesimizi qurmağa qərar vermişik ki, özümüz belə nətər deyim, öz işimizin sahibi olacaq inşallah. Övladım var da, ailədə işləyən heç kim olmadığı üçün özüm tək ailə başçısı olaraq düşündüm ki, müraciət edim. Demişlər ki, yəni təmin eləyirlər də çox yaxşı yerdən. Yəni mən də elə gəldim Bakıdaykən müraciət elədim. 2 ay ərzində elə həm müraciətimə baxıldı, həm avadanlıqlar verildi. Yəni çox yaxşı razıyam. Avadanlıqlardan da çox razıyam. Həqiqətən heç bu qədərini gözləmirdim. Açığını deyim, hər şey var. Hər şey səliqəli, keyfiyyətli, yəni başdan gerici bir şeylər verilməyibdi. Ev şirniyyətlərindən məşğul idim. Məşğulluğa da onun üçün müraciət eləmişdim ki, un məmulatlar, ləvazimatlar üçün. Çox sağ olsunlar, təşəkkür edirəm. Bizi təmin elədilər yeni kəndimizdə, yeni obamızda. Mən qadın gözəllik salonuna müraciət eləmişdim özünə məşğulluğa. Bugün avadanlığımı verdilər. Təşəkkür edirəm. Böyük qayıdış proqramının nəticələri artıq göz önündədir. Bugünədək doğma torpaqlarına köçürülən sakinlərdən 600-ə qədəri məhz özünü məşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatını qurub.